Və studiyamızda qonaq var dostlar. Kəpəz Hospitalın nevrologiya şöbəsinin rəhbəri Rəyana Quluzadə. Rəyana xanım, xoş gördük sizi. Bugün biz epilepsiya haqqında danışacağıq. Epilepsiya hansı növləri olur? Bundan başqa bəzən uşaqda epilepsiya olanda soruşurlar ki, ailədə kimsə var və genetik keçirmi? Gəlin bu haqda danışaq. Elə bizə belə bir tamaşaçı da yazmışdı bir qədər əvvəl, bəli, uşağı ilə bağlı. Bəli, ümumiyyətlə epilepsiya bilirsiniz ki, bir xroniki xəstəlikdir və uşaq yaşlarının ən çox rast gəlinən bir xroniki xəstəliyidir və əvvəldən, yəni tam keçmişdən bir qəribə xəstəlik kimi qeyd olunurdu, ilahi xəstəlik kimi qeyd olunurdu. Çünki insanlar bu tutma keçirdəndə çox qəribə hallara düşürdülər və həqiqətən də epilepsiyanın elə növləri var ki, insan bu epilepsiyanı keçirdəndə heç qıcı olmur, bədəni qıcı olmur, çox qəribə bir hərəkətlər də eləyə bilir. Yəni, insanlar bəzən epilepsiya, qıcı olma deyəndə elə düşünürlər ki, elə insan yıxılır, bədəni cəng olur, xeyr. Çox fərqli qeyri-adi epilepsiya növləri var. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə 50 milyon epilepsiya xəstəsi var dünyada və bunların 15 milyonu uşaq xəstəsidir. Uşaqlarda epilepsiyadır. Yəni, bu hələ rəsmi rəqəmlərdir. Bəli, bu rəsmi göstərilən hələ rəqəmlərdir və Azərbaycanda da kifayət qədər çox epilepsiyalı xəstələr var və uşaqlar var. Səbəblərinə gəldikdə, ümumiyyətlə, epilepsiya özü belə bir şeydir ki, beyin qabığının hipersinxron, birdən-birə qəfil oyanması nəticəsində baş verən və bu oyanmanın beyinə yayılması nəticəsində baş verən bir beyin tutulmasıdır. Səbəblər isə fərqli ola bilər. Ən çox səbəblər arasında uşaqlarda, deməli, anadan gəlmə beyin qüsurlardır. Təsəvvür eləyin ki, beynin qabığında xırda bir çapıq olur, anadan gəlmə bir qüsur olur, qabıq ya ikiləşir, ya bir çapıq formalaşır və bu ocaq və bu hissə beynin digər hissələrinə bir yayılan epileptik fəaliyyət verir. Və müalicəsində də həmin o çapıq toxuma, həmin o, belə deyək, anormal toxuma götürülməsə, epilepsiyanın tam sağalması mümkün deyil. Bundan başqa uşaqlarda daha çox hipoksiya səbəb olur. Yəni, uşaq doğulur göyərməklə, hipoksiya ilə və bu oksigen çatışmamazlığının beyninə, uşağın beyninə verdiyi fəsad qalıcı olur və uşaqda təkrarlanan qıcı olmalarla, epilepsiya ilə özünü bürüzə verir. Əlbəttə, çox fərqli səbəblər də var. Genetik epilepsiyalar var, müəyyən mutasiyalara, gen mutasiyalarına bağlı epilepsiyalar var. Ümumilikdə götürsək, uşaqlarda olan epilepsiyaları biz iki qrupa bölərik. Birinci qrup əvvəllər adı gedirdi ki, xoş xəstəli epilepsiya. İndi müasir təsnifatda adı gedir öz-özünə sonlanan, öz-özünü sonlandıran epilepsiya. Yəni, bu nə deməkdir? Uşaqda müəyyən bir yaşda epilepsiya başlayır. Onun özünün müəyyən bir yaş xüsusiyyəti var. Yəni, məsələn, 3-5 yaş arasında başlayan epilepsiya 9, 10, 11 yaşına öz-özündən vaxtı var, keçir gedir. Yəni, bəli, özü o vaxtda sonlanır. Bu xoş xəstəli dediyim kimi indiki adı isə öz-özünə sonlanan epilepsiyalardır. Amma bir də var, epilepsiyaların bir növü də var ki, onlar xronikidir. Yəni, nə mənada? Yəni, beyində müəyyən ocaqlar var. Simptomatik epilepsiyadır və bu ocaqlar uşağa epilepsiya verir. Bu ocaq nə ola bilər? Dediyimiz kimi çapıq toxuması ola bilər, beyində şiş ola bilər, beyində hər hansı bir qüsur ola bilər, zədə ola bilər. Bax, bunlar hətta metabolik problemlər ola bilər ki, bunlar uşaqda epilepsiya səbəb olur. Ona görə epilepsiyanın müalicəsində onun etiologiyası vacib rol oynayır. Yəni, bilməliyik ki, bu qıc olmanı yaradan səbəb nədir? Burada diaqnozlasınız. Bu, bəli, əsas məsələ isə bu diaqnozu qoymaqdır ki, burada səbəb nə idi və bir də epilepsiyanın növü. Epileptologiya artıq nevrologiyanın içərisindən çıxıb bir ayrıca elm sahəsinə çevrilib. Nəyə görə? Çünki epileptologiya çox geniş bir sahədir və burada müalicədə o qədər həssas məqamlar var ki, təsəvvür eləyin ki, epilepsiyanın növü, uşağın yaşı, epilepsiyanın səbəbi, beyində onun yayılması, hər şey təsir göstərir ki, biz müalicəni necə seçəcəyik. Yəni, baxmayaraq ki, onlarla dərmanlar var, müasir dərmanlarla kəşf olunur epilepsiyaya görə, amma epilepsiyanın biz uşağın çəkisini bilməsək, düzgün hesablamasaq çəkisini, yaşını, epilepsiyanın hansı növüdür uşaqda, elə bir epileptik dərman var ki, o epilepsiyanın bir növündə epilepsiyanı saxlayır, digər növündə əksinə təsir edə bilər. Hətta adı epilepsiya əleyhi dərman olsa da müəyyən bir epilepsiya növlərini əksinə aqravasiya edə bilər, ağırlaşdıra bilər. Ona görə bu sahə çox belə deyil, titiz bir sahədir, çox həssas, incə bir sahədir və epileptoloqun, yəni bu işlə məşğul olan mütəxəssisin
mütləq bunun qızıl standartı olan müayinə, yəni elektroensefalogramma, EEG dediyimiz müayinəni apara bilmək bacarığı olmalıdır. Çünki qızıl standart nə deməkdir? Biz bu epileptik ocaq beynin harasındadır, hansı payındadır? Orada belə deyək, ocaq hansı paydan başlayır? Beynə yayılırmı, yoxsa bir tərəfdə qalır ancaq? Bu məqamların hamısını biz həm klinik, həm də aparat vasitəsilə dəqiq təyin eləməliyik. Və təsəvvür edin ki, uşaqlarda epilepsiya böyüklərdən çox fərqli keçir. Uşaq bədənini önə atma şəklində hərəkət eləyə bilər. Valideyn bunu anlamaz. Təsəvvür edin, qucaqda oturan uşaq birdən-birə başı önə əyilir. Və valideyn elə bilir ki, ya uşaq ıçqırdı, ya sadəcə diksindi, amma əslində epilepsiya ola bilər. Simptom budur. Simptom sadəcə bundan ibarətdir. Uşağın önə özünə atması şəklində. Yəni dediyim kimi, hər epilepsiya ağır cəng olma ilə keçmir. Və təsəvvür eləyin, elə epilepsiya növləri var ki, dejavu ilə keçir. Dejavu nə deməkdir? İnsan, bax mənim bu yaxında da belə bir pasiyentim var idi, 14 yaşında qız uşağı deyir, doktor, mənə elə bir fikirlər gəlir ki, sanki mən bu hadisəni yaşamışam. Bir də yaşayıram, bir də yaşayıram. Gün ərzində dəfələrlə yaşayıram. Bir məsələni deyim ki, mənim anamda da məhz budur. Bu epilepsiya ola bilir. Yəni bir ki, mən bunu təkrarən yaşayıram. Bəli, bu gicgah. Normalda biz bunu yaşayırıq. Həyatımızda çox nadir yaşayırıq. Məsələn, 3 ayda bir, 6 ayda bir. Amma insan gün ərzində dəfələrlə dejavülər yaşayırsa, bu beynin gicgah payının epilepsiyasından xəbər verə bilər. Və yaxud da ki, absans dediyimiz çox qəribə bir epilepsiya. Uşaq oynadığı yerdə, nəysə, iş gördüyü yerdə, qəfilmisə su içdiyi yerdə birdən dayanır belə, donur, stəkan tərpənmir, uşağı çağırırıq, heç bir reaksiya vermir, hərəkət dayanır. Və yəni ki, donmuş bir vəziyyətdə. Gözlər bir nöqtəyə zillənir, nə qədər çağırsan, reaksiya verirsən, heç bir, yəni uşağın cavabı olmur. Bu, məsələn, dediyim kimi, 1 dəqiqə, 2 dəqiqəyə kimi, 1 dəqiqəyə kimi çəkə bilir, hətta saniyə ilə çəkə bilir. Sonra yadlarında da qalmır. Yox, sonra deyir, nə baş verdi? Sən bəs reaksiya vermədin, onu anlamır. Bəli, bax, bu absans tipli epilepsiya. Gördüyünüz kimi, epilepsiyanın çox qəribə, fərqli bir növləri var. Uşaqlarda hətta tənəffüsün tezləşməsi şəklindədir. Neonatal epilepsiyalar var ki, uşaq körpədir, bələkdədir. Valideyn heç vaxt hiss eləyə bilməyəcək ki, bu uşaqda epilepsiya olur. Çünki birdən-birə nəfəsin tezləşməsi şəklində də, bədənin rənginin dəyişməsi şəklində də tutmalar keçə bilər. Ona görə biz qeyd etdikdə ki, neonatoloqun vaxtaşırı müayinəsi lazımdır, uşaq nevroloqunun vaxtaşırı müayinəsi lazımdır. Çünki bizim gözümüzün qabağında da bəzən uşağın bədənində belə sanki cərəyan vurma şəklində hərəkətləri olur. Valideyn deyə bilər ki, bu sadəcə diksinmədir uşaqda, ya qorxur. Amma əslində mioklonik dediyimiz bir epilepsiyanın başlanğıcı ola bilər. Diagnostika, siz deyirsiniz, o qızıl standart məsələsi var. Yəqin aparatlarla Aparatın aparatı da çox fərq var. Ən əsas məsələ düzgün müayinə eləmək, yəni aparatın özünün də oxunması. Məsələn, Azərbaycanda çox mütəxəssislər və çox aparatlar var, amma onun düzgün interpretasiyası ən vacibdir. Bir də ən böyük səhv məqamlardan biri ki, biz bunu dəfələrlə maarifləndirsək də yenə də rast gəlirik ki, uşaqlarda ya istər böyüklərdə tutma keçirəndə səhv müdaxilələr olur. Bu çox önəmlidir. Bu çox vacib məsələdir. Çünki uşağa və yaxud böyüyə kömək eləmək yerinə əksinə ziyan vururlar. Tutaq ki, əlin ağzına salınması, çənəni aralamağa çalışmaq və yaxud da hər hansı bir əl yenə yaxşıdır və yaxud qaşıq salır, əşya salırlar, dişlər qırılır. Burada çox ciddi bir fəsadlar ola bilir. Yəni, uşağın deməli, obstruksiya ola bilir, o dişlərin qırılması çənəyə zədə verə bilir, boğaz yollarında cızılmalar, infeksiyalar başlaya bilir. Xeyr, yəni təcili yardımın göstərilməsinin yalnız bir yolu var. Nədir? Uşağı və böyüyü narahat eləyən, sıxan, deməli, paltarlardan azad etmək, uşağı və yaxud da böyüyü eyni cürlə sağ böyrü üstə çevirmək, ağzından gələn köpüyün axmasına şərait yaratmaq ki, köpük sadəcə boğaza getməsin. Yəni, normalda epilepsiya xəstəliyində dilin arxaya doğru qatlanması şəklində bir vəziyyət olmur. Və epilepsiyanın özünü... Yəni, bu standart olaraq qəbul olunur ki, belə olur. O çox səhv bir, belə deyək də, səhv bir yöntəmdir və nəyə görəsə bu elə insanlar arasında yayılır və səhv müdaxilələr olunur. Gözləmək, bir tərəfə çevirmək, sağ tərəfə çevirmək, böyrü üstə gözləmək, ağzından köpük varsa onun axmasına, yəni udulmamasına, biraz
təmizləmək, kömək eləmək. Zaten epilepsiya tutması özü 1-3 dəqiqədən artıq çəkmir və tədricən insan sakitləşir. Ondan sonra artıq təcili yardım və digər müdaxilələr tələb olunur. Sizin yardımınız, yəni insanların kənardan yardımı ancaq bundan ibarət ola bilər. Röya xanım, bu xəstəlik əsasında uşaq vaxtı səhv salına bilərmi hansısa xəstəlik? Əlbəttə ki, ən böyük problemlərdən biri də odur ki, səhv salına bilir. Belə ki, dediyim bəzi epilepsiya növləri ki, uşaqların bədənində önə doğru atılmalar şəklində, bədəndə sıçramalar şəklində. Bax, təsəvvür eləyin ki, elə olub ki, hətta uşaqlara səhvən epilepsiya dərmanı verilib. Necə? Biz deyirik ki, uşaq yuxuya təzə gedəndə xoş xəstəlik yuxu mioklonusu deyilən bir vəziyyət var, paroksizmal vəziyyət. Uşaq yuxuya gedəndə ilk, belə deyək də, 10-15 dəqiqənin içində bədənində tərpənmələr, atılmalar ola bilər. Bu normal bir əlamətdir və uşağın normal inkişafı yuxu xüsusiyyətidir. Amma bunu görüb bəzən epilepsiya dərmanları verilə bilər. Ona görə də epilepsiya elə böyük bir sahədir. Bunu çox dəqiq bilmək, düzgün təyin etmək və dediyim ki, müalicələrdə də, hətta dərmanların seçimində də çox titizliklə yanaşmaq və düzgün dəqiq aparmaq vacibdir. Təşəkkür edirik sizə. Dediyim kimi, dozalar uşağın çəkisindən, yaşından, epilepsiyanın növündən, hər şeydən düzgün korreksiya olunması vacibdir. Təşəkkür edirik sizə, Röyana xanım. Dostlar, Kəpəz Hospitalın Nevrologiya şöbəsinin rəhbəri Röyana Quluzadə studiyamızda qonaq idi. Bəzən olur, insanlar deyirlər ki, bu xəstəliklə mən nə edəcəm? İnsanlar bəzən belə deyək də, o mənəvi olaraq sarsıntı keçirirlər içlərində. Amma belə olan halda ən azı uşaqlarınızdırsa, başa salın ki, dünyanın tanınmış şəxsləri Dostoyevskidir, Qay Yuli Sezerdir, Alfred Nobeldir dostlar, Vincent van Goghdur, hətta deyirlər Einstein də uşaqlıq yaşlarında olub. Yəni, bəzən bu diaqnoz heç də gələcəyin daha da parlaq olmasına heç də mane deyil. Uşaqları qorun, valideynləri unutmayın. Bizdən bu həftəlik bu qədər. Hələlik dostlar, Allah hər bir ailəyə səadət, bərəkət nəsib eləsin. Möhkəm can sağlığı. Ən əsas.